Dostlar salam, hər vaxtınız xeyirli olsun. Dövlət qulluğu imtahanına düşmüş qəbul sualına baxaq. Burada diqqətlə baxsaq, biz birinci a kvadrat 30-un ifadəsini tapmalıyıq. Düzdür, a kvadrat 30 özü 34-ə bərabərdir. Amma biz bu a kvadrat 30-un ifadəsini alıb 34-ə bərabər edib, ondan sonra a-nın qiymətini tapmış oluruq. O zaman a kvadrat 30 bərabərdir. Diqqətlə baxsaq, a-nın qiyməti elə a-nın özünə bərabərdir. Burada a-nın yerinə a yazacağam. Elə a-nın kubu alınır. Minus. Burada indi kvadratın sağ tərəfi də bərabərdir kvadratın sağına. Yəni b-nin qiyməti 30-a bərabərdir. O zaman burada b-nin yerinə 30 qoyacağam. A kubu minus 30. Və biz diqqətlə baxsaq, burada a kvadrat 30-un yerinə mən 34 qoya bilmərəmmi? Bəli, qoya bilərəm. A kvadrat 30-un qiyməti 34-dür. Bunu da yerinə 34 qoysam, yəni 34 bərabərdir a kubu minus 30. Burada da biz a-nın qiymətini 4 tapmış oluruq. Yəni cavab E variantı olmuş olur. Növbəti sualda elə dövlət qulluğuna düşmüş sualdır və bunun da cavabını hər kəs rəy bölməsində yaza bilər.